Osmanlı zamanında Bursada bir müsəlman bulaq tikdirər ehsanat üçün və bulağın üstündə yazdırar ki, hər kəsə halal, müsəlmanlara haramdır. Bunu görən insanlar təlatümə gələr və dedikodu başlayar. Nətər olur ki, bir müsəlman öz müsəlman qardaşlarına ehsanat üçün tikdirdiyi bulağı haram buyurar və bundan hiddətlənərlər, gedib qaziyə şikayət eləyərlər. Və bu adamı qazinin qarşısına çıxararlar, qazi hiddətlə əlin stola çırpıb, deyər ki, sən nə cəsarətlə belə bir hərəkət etmisən. Yoxsa müsəlmanlar arasında fitnə fəsad salmaq istəyirsən. Deyər, yox, mən fitnə fəsad salmaq istəmirəm. Mənim əlimdə əsasım və sübutum var. Bu hərəkətimi sübut eləyə bilərəm. Deyir, sən nə ilə sübut eləyə bilərsən bunu? Deyir ki, mən sübutumu ancaq padişahın qarşısında açıqlaya bilərəm. Məətəl qalan qazi bunu padişahın sarayına göndərir mühakimə üçün. Və padişah da böyük maraq və intizarla bu adamı çağırtdırıb dinləyir, deyir ki, nədir sənin bu hərəkətin? Bütün aləmi qatmısan bir-birinə. Deyir, sultanım, mən doğru eləmişəm. Mənim əlimdə sübutum var və sübut da eləyə bilərəm ki, mən düzgün hərəkət eləmişəm. Padişah deyər ki, sən nə ilə sübut eləyə bilərsən ki, düzgün hərəkət eləmişsən? Deyir ki, hav-havdan gəl bir hahamı tutturaq. Belə də eləyir, padişah adam göndərir, bir hahamı tutturur, gətirir, salır məhbəsə. Bundan hiddətlənən yahudilər ayağa qalxaraq bütün dünyanı lilləndirirlər. Və bütün dövlətlər hahamın müdafiəsinə qalxırlar, bir həftəyə kimi həmin hahamı məhbəsdən qurtarırlar. Sonra həmin insan padişaha deyir ki, gəl indi də kilsədən bir papazı tutturaq. Padişah əmr edir, kilsədən papazı tutub salırlar məhbəsə. Bundan hiddətlənən xristianlar papazın müdafiəsinə qalxırlar və onu kəfalətini ödəyirlər. Bir həftə keçmir ki, həmin papazı məhbəsdən qurtarırlar. Gəlir, iş yetişir məqama, deyir, padişah sağ olsun. İndi də gəl məsciddən cümə xütbəsində bir imamı tutturaq. Bəli, padişah əmr edir, məsciddən cümə xütbəsində imamı basqın eləyib tutub salırlar məhbəsə. Bütün müsəlmanlar başını aşağı salıb, məyus halda buna peşman olurlar və üstündən bir neçə gün keçəndən sonra danışıqlar başlayır ki, gör biz bu imama inanmışdıq, onun xütbələrinə qulaq asırdıq. Biz böyük səhv eləmişik.
Bəli, bir-iki gün keçəndən sonra daha deyirlər ki, yəqin elə bunun günahı var imiş, bunu da tuturlar. Hamı bu vəziyyətlə barışır və heç də imamı yada salan da olmur. Və həmin insan padişaha deyir: "Hə, sultanım, bax, bəs indi neyniyək? Bax, bu da bizim müsəlmanlarımız. İndi de görüm, belə müsəlmana suyu halal etmək olar, yoxsa olmaz?" Bundan peşman olan padişah hiddətlənərək qışqırır ki, belə bir millətə nəinki suyu, heç havanı da halal etmək olmaz. Bax belə.